Nuray, sənə bir sual verəcəm. Səncə həqiqət nədir? Heç ağlıma batmır, məsəl üçün, həqiqət nədir? Hamının öz həqiqəti var. Səncə elədir? Hamının öz həqiqəti var. Hamının öz inancı var. Niyə görəsən? Məsəl üçün, sən mənim evladımsan, mən istəyirəm ki, sən mənim həqiqətimlə yaşayasan. Səncə niyə elə olur? İnsan harda bunu anlaya bilir ki, hər kəsin öz həqiqəti var? Baxış açılarımızın fərqli olması dünyaya. Bəs sən özünü azad hiss edirsən? Tam olaraq yox, amma hə. Azad hiss eləməmə səbəbin nədir? Qanunlar. Qanunlar bütün ölkələrdə eyni. Yəni şeydir, məsələn mən bir ölkəyə getmək istəyirəm. O ölkəyə gedəndə nə qədər prosesdən keçirəm. Amma mən sənə ruh azadlığından deyirdim. Mən sənə fiziki azadlıqdan demirəm. Yəni mənim düşüncəmə görə fiziki azadlıq və ruh azadlığı fərqlidir. Qanun nə olursa olsun, ruhun azaddırsa, sən özlüyündə azad yaşaya bilərsən. Yenə də tam olaraq azad yaşamaq olmur. Puldan asılıyıq. Yəni səncə insan nədənsə bir asıllıq duyğusu hiss edir, hə, ömrü boyunca? Yəni ya gərək meşədə yaşamalısan, heç nə bir asıllığın olmamalıdır, heç nə bir ehtiyacın olmamalıdır, nə uşağın olmamalıdır, valideynin olmamalıdır ki, hə, bir məsuliyyətim yoxdur. Öz yeməyimi meşədən tapıb yeyib yatacam. Səncə valideyn olmaq və uşaq olmaq azadlığı məhrum edir? Eləyir, hə, çox eləyir. Bəs mən bir valideyn olaraq səncə öz azadlığımdan məhrumam? Hal-hazırda yox, çünki biz böyümüşük. Amma yenə də düşünürsən nəsə eləyəndə bizi. Bəs bir evlad kimi sənə azadlığı verə bilmişəm? Hə. Yəni zamanla qırışa-qırışa. Almısan, hə? Hə. Təşəkkür edirəm.